oğlan uşaqlarından söhbət ediriksə, ən çox yayılmış xəstəlik batıq penis, gömük penis diaqnozudur. Bəzən bunu ailələr, hətta ixtisas olmayan həkimlər belə köhlüklə əlaqələndirir və xəstə yubanır. Yəni bu uşaqlar 3 yaşına qədər əməliyyat olunmalı məqsədə uyğundur. Yəni bilməli olaraq batıq penis varsa əməliyyat olunmalıdır. Çünki orada ligamentum fundiforum bağı var. O bağın yerləşməsi düzgün olmur və yaxud da heç olmur. Ona görə bu uşaqlar əməliyyatdır və ən vacib məqam, yəni batıq penis şübhəsi varsa bu sünnət olmamalıdır. Bu çox önəmlidir. Çünki biz sünnət dərisindən orada istifadə edirik əməliyyat vaxtı. Ona görə gömük penisdir. Əgər köhlük varsa, valideynlər bunu köhlüklə bağlıysa, yenə də belə uşaqların sünnət olunmağı məqsədə uyğun hesab olunmur. Düzdür, yaş önəmlidir. 3 yaşına qədər olunmağı tövsiyə olunur. Amma hətta mənim 13 yaşında belə əməliyyat elədiyim oğlan uşaqları vardır ki, düzdür, artıq bundan sonra biz həm cərrah əməliyyat edirik və ondan sonra biz itirdiyimiz o 10 il məsafə ki var, 3 yaşından 13 yaşına qədər və yaxud da 5-dən 13-ə qədər həmən məsafəni orqan böyümədiyi üçün biz artıq konservativ müalicəyə əl atırıq. Həm əməliyyat arxasınca bir neçə ailə konservativ müalicə təyin edirik ki, itirilmiş vaxtı bərpa eləməyə çalışırıq. Həkim dediniz ki, 13 yaşında hətta belə əməliyyat ediblər, sizdə. Məsələn, bunu gec gətirməyin səbəbi nə olur? Əsas məsələ odur, çünki valideynlər bunu ən çox bu kök uşaqlarla qatışdırılır bu diaqnoz. Deyirlər ki, qasıq nahiyəsində pil qatı var. Bu böyüdükcə düzələcək yanlış yönləndirmə. Yəni valideyn onu bilməyə bilər, yəni doğaldır. Yanlış yönləndirmələr nəticəsində vaxt itkisi olur və bu da orqana kiçik qalmağına səbəb olur.